çölü xırçıltılı, içi yumyumşaq. Novruzun ən gözəl təamlarından biri olan qoğalın reseptini sizlərlə bölüşürəm. Xəmiri yaxşı-yaxşı yoğurduqdan sonra acıması üçün gözlədib içliyi hazırlayırıq. Ərzaqların dəqiq miqdarını videonun açıqlama bölməsində ətraflı qeyd etdim. Xəmir acıyandan sonra kündələrə bölürük. Daha sonra kündələri biraz da gözlədirik. Ardıca kündələri səliqəli bir şəkildə yayırıq və sonra hər bir yuxanın arasını yağlayırıq. Yağladığımız yuxaları isə videoda gördüyünüz kimi kəsirik və başlayırıq bükməyə. İçlikdən isə doldurub qoğal formasını veririk. Onu da deyim ki, qoğal formasını verdikdən sonra mütləq biraz da gözlətmək lazımdır. Və 180 dərəcəli öncədən qızdırdığımız sobaya göndərməzdən əvvəl üzərinə yumurta və yağ qarışımını çəkirik. Ən sonda isə üzərinə çörək otu çəkib sobaya bişməyə göndərdik. Novruz bayramınız mübarək olsun. Süfrələriniz həmişə bol, ruziniz daim bərəkətli olsun.